Yəni Sevinç xanım, hər zamanmı biz bir-birimizi tanımadığımız insanlarla bir yerdəyik? Fərq etmir, bu dost olsun və yaxud da partnyor olsun. Necə hər olur bu? gələn insan mütləq bir dərs verir. Bu mümkün deyil ki, boşuna deyil ki, bu adam sənin rəisindir, bu adam sənin otaq yoldaşındır, bu adam sənin bir evdə yaşamalısan. Yəni həm dərs verib, həm də sənin həyatında qala bilər də bir insan. Müəllimin olsun, rəfiqən olsun, mümkün deyil ki, o səbəbsizdir. Mütləq sizin aranızda bir lazımdır ki, burdadır. Bəzən qıcıqlanırsan, qəbullanmırsan, istəmirsən iş dəyişmək və yaxud da boşanmaq. Yəni burdakı proqram nədirsə, yəni Aytən gedib Gültən gələcək. Ssenari necədirsə, personaj dəyişsə də ssenari eyni Elə qalır. Aytəndə Gültən kimi olmağa davam edir. Hə, yəni gələn insan səbəbsiz deyil. Sadəcə insan sorğulamalıdır ki, mənim burada çıxarmalı olduğum dərsim nədir? Mənim burada almalı olduğum, verməli olduğum hesabat nədir? Bu mənə nəyi öyrədir? Mən bununla nəyin belə deyək də imtahanını verirəm, qurtarıram artıq bundan. Sevinç xanım, bir daha təşəkkür edirəm bu gün iştirak etdiyinizə görə. Həqiqətən çox məlumatlandıq astrologiya barədə. Mən özüm, hətta izləyicilərimiz də düşünürəm, çox bəyənəcəklər. Son olaraq nə demək istəyirsiniz? Ümumiyyətlə bu astropsixologiya ilə bağlı insanlar özünü necə potensialına çatmalıdırlar? Bunun üçün nə etməliyik? Mən astrologiya təlimi almaqda olan, almış olanlar, yəni bu sahəyə belə deyək də can qoyan insanlara səslənirəm ki, bu olacaq deyib kütləni azdırmasın. İnsan etməli olduqlarına sövq eləsinlər ki, bunu edərsənsə bu olacaq. Bax, məni incidən tərəf, məsələn, təlim aldığım akademiyada, özümün də zamanında danışmanlığı aldığım astroloqlar olub. Yəni, onlar bunu edərsənsə, bu keçidləri keçərsənsə, bilinçaltı bu kodlarından, bu ana bağı olsun, bu ata bağı olsun, bu yaşam tərzi ilə əlaqəli olsun, bu özü ilə barışıqlıqla əlaqəli olsun. Bunları bir güvəndiyiniz, etibar elədiyiniz bir mütəxəssislə mütləq işləmək lazımdır. Çünki sadəcə olaraq tutaq ki, sənin partnyor göstəricisi olan bir planetin üzərində güclü bir tutulma varsa, partnyor gələcək, amma burada uyğun personajı gələcək. Buranı dönüşdürməzsəz, yazılan informasiyaların hamısı sadəcə illik danışmanlığı mən hal-hazırda son 2 ildə kimlərə verirəm. Ancaq bilinçaltını təkamül edib, belə deyək də, formatlamış insanlara. Əvvəl özüm də etiraf edirəm ki, hər kəsə yönəlirdim.